William Safran klassik diaspora məktəbinə aiddir və onun fikirlərinə görə diasporanın deməli 6 xüsusiyyətləri var. Bu 6 xüsusiyyətləri də qeyd etmək istərdim. Yəni William Safrana görə bu 6 xüsusiyyət vacibdir ki, hər bir diaspora, yəni mövcud olsun. İlk növbədə o qeyd elədi ki, hər bir diaspora mərkəzdən hansısa bir periferiya, hansısa bir bölgəyə, hansısa bir ölkəyə səpələnməlidir. İkinci odur ki, kollektiv yaddaş mümkündür, olmalıdır. Çünki və kollektiv yaddaş və mif və xüsusi bir obraz, yəni tarixi vətəni haqqında bir obraz yaranmalıdır. Yəni bu kollektiv yaddaş yalnız birinci nəslə yox, yəni ikinci, üçüncü nəsillərə də aid ola bilər. Yəni kollektiv yaddaş olmasa, mif olmasa, yəni diaspora mümkün deyil. Üçüncü xüsusiyyət odur ki, diaspora öz ata-baba yurdunu, yəni öz tarixi, orijinal vətənini çox ideal təsvir edirlər. Yəni onlara görə onların tarixi vətəni onlar üçün ən gözəl və ən ideal bir məkandır. Dördüncü xüsusiyyət odur ki, hər bir diaspora düşünürlər ki, qəbul etdikləri cəmiyyət tamamilə onları qəbul eləmir. Yəni hər zaman onlar yad hissi, yəni onlarda olur, yəni özlərini yad hiss edirlər. Ondan başqa diasporanın nümayəndələri düşünürlər ki, öz tarixi vətəninə köməklik göstərsinlər. Yəni həm iqtisadi, həm siyasi, yəni proqresi üçün, onu çiçəkləndirmək üçün, onu bərpa eləmək üçün, yəni hər bir addım etməlidirlər. Və sonda əlaqə də çox vacibdir. Yəni bu həm siyasi əlaqə ola bilər, siyasi tərəfdən, iqtisadi tərəfdən də yəni bu əlaqə olmalıdır.